Salam, bugünkü mövzumuz olacaq fəaliyyət yaş qrupları üzrə. İlk öncə 1-2 yaşdan danışacağıq. Bilirik ki, 1-2 yaş dövrü erkən uşaqlıq dövrü hesab olunur və uşaq ətraf aləmi əsasən hissləri, hərəkətləri, böyüklərlə ünsiyyət vasitəsilə öyrənir. Və buna görə də bütün fəaliyyətlər sadə, maraqlı, emosional, əyani şəkildə təşkil edilməlidir. Və birinci əşyavi manipulyattiv fəaliyyət gəlir. Əsasən bu yaşda aparıcı fəaliyyət növlərindən biri hesab olunur. Uşaq əşyaları tutmasıdır, çevirməsi, vurması, sökməsi, yığması vasitəsilə onları tanımağa başlayır. Məqsəd nədir? Əşyaların xüsusiyyətlərini öyrənmək, sensor inkişafı təmin etmək, nitqin və təfəkkürün inkişafına şərait yaratmaq. Bəs yaxşı, bu fəaliyyət necə təşkil olunur? Müəllim və yaxud da valideyn uşağa müxtəlif əşyalar təqdim edir. Məsələn, top, qaşıq, kukla, kubik və yaxud maşınlar. Uşaq onu əlinə alır, yoxlayır və hərəkət etdirir. Məsələn, müəllim qırmızı topu göstərir. Bu nədir? Uşaq deyir top. Topun rəngi nədir? Uşaq deyir qırmızı. Top böyükdür yoxsa kiçik? Artıq uşaq bunlara cavab verir. Həm əşyanı tanımış olur, həm də söz ehtiyatı artır. Diqqəti əşyalara cəlb etmək, əşyaların adını yadda saxlamaq, əyani obrazlı dərk etmə, nitqi mənimsəmə bunlar hamısı aid edilir. İkinci gəlir ünsiyyət fəaliyyəti. Uşağın danışmağa, insanlarla əlaqə yaratmağa artıq ehtiyacı artır. Məqsədimiz burada nitqi inkişaf etdirmək, ünsiyyət bacarıqlarını formalaşdırmaq, sosial münasibətlərin yaranmasıdır. Məsələn, böyük insan uşağa salam verməyi, sağ ol deməyi, xahiş etməyi, sual verməyi öyrətməlidir. Məsələn, müəllim deyir, salam Aysel, uşaq deyir salam. Müəllim deyir, topu mənə ver. Uşaq da tapşırığı yerinə yetirmiş olur. Yəni, ünsiyyət yolları göstərildi. Uşaqları təkrarlamağa həvəsləndirdik, maraq, müsbət emosiyalar yaratdıq. Sonra gəlir oyun fəaliyyəti. Uşaqların ən sevdiyi fəaliyyətlərdən biridir. Fiziki, zehni inkişafı təmin etmiş olur, müsbət emosiyalar yaradır, nitqi inkişaf etdirir. Məsələn, necə təşkil edə bilərik? Top oyunları, kukla oyunları, kubiklərlə oyun. Məsələn, deyirəm topu tap oyunu. Müəllim topu gizlədir və soruşur. Uşaqlar, top haradadır? Uşaq da topu axtarıb tapır. Və burada əsasən uşaqlarda diqqət, nitq, müşahidəçilik qabiliyyətləri də inkişaf etmiş olur. Gəlir əmək fəaliyyəti. Əmək fəaliyyəti sadə özünə xidmət işlərindən başlayır. Əsasən müstəqillik yaratmaq, oyuncaqlarını yığışdırmaq, məsuliyyət hissini inkişaf etdirmək, bunlar aid edilir. Məsələn, uşağa nə öyrədilir? Oyuncaqlarını yerinə qoy, əllərini yu, salfeti yerinə qoy, paltarını çıxarmağa kömək etmək. Məsələn, oyun oynayırıq, daha sonra müəllim deyir ki, uşaqlar, gəlin oyuncaqları qutuya yığaq. Uşaqlar da birlikdə oyuncaqları yığırlar. Bu da təbii ki, əmək vərdişlərinin əsasının qoyulmasıdır. Gəlir bədii fəaliyyət. Uşağın estetik hisslərinin inkişafına kömək edir. Gözəlliyi qavramağı öyrətmək, yaradıcılığı inkişaf etdirmək, məsələn, mahnı dinləmək, şeir söyləmək, şəkillərə baxmaq, barmaq boyaları ilə rəsm çəkmək. Məsələn, müəllim günəş şəkli çəkir və soruşur, bu nədir? Uşaq da deyir günəş. Burada təbii ki, uşaqlarda bir yaradıcılıq, incəsənət formalaşır. Daha sonra gəlir təlim fəaliyyəti, oyun formasında aparılır. Sadə bilik, bacarıqlar uşaqlara qazandırırıq. İdraki inkişafı dəstəkləyir burada. Əldə edilmiş bilik, bacarıqlar möhkəmləndirilir, yaradıcı qabiliyyətlər inkişaf edir. Məsələn, uşaqlara öyrədilir böyük, kiçik, çox, az, rənglər, sadə formalar. Bu da uşaqlarda həm müqayisə etmə, həm qruplaşdırma, həm də düşünmə bacarığını inkişaf etdirir. Sonuncu, 7-ci mədəni davranış vərdişlərinin aşılanmasıdır ki, davranış qaydalarıdır. Nəzakət davranış formalaşdırmaq, sosial normaları öyrətmək. Yəni, burada uşaqlara öyrədilir salam, sağ ol, zəhmət olmasa, olar, olmaz. Məsələn, deyək ki, uşaq oyuncağı dostunun əlindən almaq istəyir. Müəllim izah edir ki, icazəsiz almaq olmaz, oyuncağı istəmək olar. Burada uşaqda hansı bacarıqlar formalaşacaq? Böyüklərə hörmət, növbə gözləmək, təşəkkür etmək, sadə qaydalara əməl etmək. Ümumiləşdirsək 1-2 yaş dövründə aparıcı fəaliyyət oldu əşyavi manipulyattiv fəaliyyət. Və bu dövrdə bütün fəaliyyətlər oyun və ünsiyyət üzərində qurulur. Əsas məqsəd uşağın nitqini, uşağın hissiyatını, hərəkətlərini
ünsiyyət bacarıqlarını, ilkin mədəni davranış vərdişlərini inkişaf etdirməyimizdir. Daha sonra 2-3 yaş fəaliyyəti. Erkən uşaqlığın artıq son mərhələsidir ki, bu yaşda uşağın nitqi sürətlə inkişaf edir. Uşaqlarda müstəqillik artır, böyükləri təqlid etməyə başlayırlar, ətraf mühiti daha fəal şəkildə öyrənmiş olurlar və uşaq artıq təkcə əşyalarla oynamaqla kifayətlənmir, həm də onların necə, nə üçün istifadə olunduğunu anlamağa çalışır. Birinci gəlir əşyavi manipulyattiv fəaliyyət. Bu yaşda uşaq sadə manipulyasiyadan məqsədli əşyavi fəaliyyətə keçid etmiş olur. Bəs yaxşı, məqsəd nə olacaq? Əşyaların funksiyalarını öyrətmək, alətlərdən istifadə bacarığını formalaşdırmaq, idraki inkişafı dəstəkləməkdir. Bəs mən bu əşyavi manipulyattiv fəaliyyəti necə təşkil edə bilərəm? Uşağa müxtəlif əşyalar təqdim olunar. Məsələn, telefon oyuncağı, daraq, qaşıq, stəkan. Müəllim onlardan istifadə qaydasını göstərir. Qaşıq yemək üçündür, daraq saç daramaq üçündür və uşaq da həmin hərəkətləri təkrarlamış olur. Və manipulyattiv fəaliyyətdən alət fəaliyyətinə keçid var. Yəni uşaq qaşığı sadəcə əlində saxlayır. Əşyavi fəaliyyətdə artıq qaşığın yemək üçün istifadə olunduğunu anlayır. Artıq alət fəaliyyətində qaşıqla müstəqil yemək yeyir. Baxın, dedik ki, manipulyativdə uşaq qaşığı sadəcə əlində saxladı. Əşyavidə qaşığın yemək üçün istifadə olunduğunu anladı. Alət fəaliyyətində isə qaşıqla müstəqil yemək yedi. Bəs burada hansı bacarıqlar inkişaf edəcək? Diqqət, yaddaş, məntiqə əlaqə qurma və əşyaların funksiyalarını anlamaq. Sonra ikinci ünsiyyət fəaliyyəti. Yəni artıq uşağın danışmaq ehtiyacı getdikcə daha da artır və nitq inkişaf edir, ünsiyyət bacarığı formalaşır, sosial münasibətlər qurulur. Müəllim uşağın suallarını cavablandırır, söhbətlər təşkil edir. Məsələn, uşaq deyir, bu nədir? Müəllim də deyir ki, məsələn, bu ağacdır. Uşaq yenə soruşur, ağac haradadır? Müəllim deyir, həyətdə. Və söhbətlər nitqi getdikcə zənginləşdirir. Və artıq uşağın fikri dinlənilir, səhvlərinə görə biz uşağı danlamırıq və özünü sərbəst ifadə etməsinə imkan yaradırıq. Artıq uşaq öz fikrini ifadə etməyi, başqalarını dinləməyi öyrənmiş olur. Üçüncü gəlir oyun fəaliyyəti. Bir dəqiqə. Deməli, oyun fəaliyyəti 2-3 yaşda aparıcı inkişaf vasitələrindən biridir. Aparıcı, yadda saxlayın. Sosiallaşmanı təmin etmiş olur, ünsiyyəti inkişaf etdirir, müsbət emosiyalar yaradır. Və artıq fərdi oyundan birgə oyuna keçid var. Fərdidən birgəyə. Məsələn, əvvəllər uşaq təkcə oynayırdısa, indi dostu ilə oynayır. Oyuncaqlarını paylaşır, növbə gözləyir. Məsələn, deyək ki, kuklanı yedirək oyunu. Bir uşaq kuklanı tutacaq, digər də qaşıq verəcək. Beləliklə burada nə inkişaf edəcək? Təbii ki, əməkdaşlıq. Və inkişaf etdirilən bacarıqlar hansılardır? Ünsiyyət, əməkdaşlıq və yaxud uşaqlarda növbə gözləmə, paylaşma anlayışı. Dördüncü gəlir, təlim fəaliyyəti. Yəni bu yaşda, 2-3 yaşda təlim oyun və müşahidə əsasında aparılır. Yadda saxlayın, oyun və müşahidə. Məsələn, burada sensor inkişaf var ki, forma. Uşaq dairəni, kvadratı, üçbucağı, ümumiyyətlə fiqurları öyrənmiş olacaq. Rəng var. Yəni rəngləri sarı, yaşıl, qırmızı fərqləndirəcək. Ölçü var, böyük, kiçik anlayışı. Miqdar var, az, çox anlayışı. Məsələn, müəllim soruşacaq, hansı top böyükdür, hansı kubik qırmızıdır? Və sonra nitq inkişafı. Yəni uşağın artıq söz ehtiyatı artır. Uşaq artıq cümlə qurmasını inkişaf etdirir. Suallara cavab vermə bacarığı formalaşır. Şəkil göstərilir. Deyirəm, şəkildə nə görürsən? Uşaq da məsələn deyir, pişik. Müəllim deyir, pişik nə edir? Uşaq da deyir ki, yatıbdır. Və yaxud fiziki inkişaf hərəkəti edir. Fiziki inkişaf nədir? Yeriş, qaçış, tullanma, sürünmə, dırmanma. Məsələn, deyirəm ki, izdən get oyunu zamanı uşaqlar xətt üzrə yeriməlidir. Sonra gəlir əmək fəaliyyəti.
Məsələn, burada özünə xidmət əməyi var. Özünə xidmət əməyinin məqsədi nə idi? Müstəqillik yaratmaq. Uşağın qaşıqla yemək yeməsi, əl yuması, paltarını geyinməsi, ayaqqabını geyinməsi. Məsələn, deyirəm ki, uşaqlar əllərimizi yeməkdən əvvəl yumalıyıq. Bu oldu özünə xidmət. Məişət təsərrüfat. Əməyə müsbət münasibət yaratmaq lazımdır. Nahar vaxtı qaşıqları qoyuruq, boşqablarımızı düzürük. Uşaqlar artıq böyüklərin köməyi ilə iştirak edir. Və yaxud bircə əmək fəaliyyəti deyirəm. Bu nə deməkdir? Deyirəm oyundan sonra birlikdə oyuncaqlarımızı yığaq, kitabları rəfə düzək. Gəlir 6-cı bədii fəaliyyət. Bu fəaliyyət uşağın estetik inkişafına xidmət edir. Artıq burada məqsədim yaradıcılığı dəstəkləməkdir, gözəllik hissini inkişaf etdirməkdir. Məsələn, fəaliyyət növlərindən rəsmdir, yapma, musiqi, mahnı, şeirdən istifadə edirəm. Məsələn, müəllim musiqi səsləndirir, uşaq əl çalır, ritmə uyğun şəkildə hərəkət edir. Artıq uşaq musiqi və incəsənətə emosional münasibət göstərir. 7-ci, mədəni davranış vərdişlərinin aşılanması. Yəni artıq burada sosial davranış qaydaları öyrədilir. Salam, sağ ol, xahiş edirəm, bağışla, xudahafiz. Artıq uşaq oyuncağı məsələn deyək ki, almaq istəyir. Müəllim deyir ki, xahiş et. Uşaq deyir, zəhmət olmasa oyuncağı verə bilərsən. Bu da aiddir mədəni davranışa. Məsələn, uşağa yaşıdları ilə münasibətlər öyrədilir. Bölüşmək, güzəştə getmək, növbə gözləmək və yaxud gəlir 8-ci, sonuncu sensor tərbiyə. Sensor tərbiyə hiss üzvləri vasitəsilə dünyanı öyrənməkdir. Hiss üzvləri vasitəsilə dünyanı öyrənmək. Məqsəd nədir? Əşyaların xüsusiyyətlərini qavramağı inkişaf etdirmək. Dedik ki, hiss üzvləri vasitəsilə dünyanı öyrənir və əşyaların xüsusiyyətlərini qavrayır. Uşaq burada nəyi öyrənəcək? Rəngi, formanı, ölçünü, səsi, qoxunu, səthin xüsusiyyətlərini. Rəng deyəndə bilirik ki, məsələn, deyək ki, sarı və qırmızı kubikləri ayırmaq. Forma deyəndə dairə, kvadratı seçmək. Toxunma deyəndə uşaq yumşaq və yaxud sərt əşyaları ayıracaq. Səs oyunu deyəndə deyəcəm ki, məsələn, zəng və baraban səslərini fərqləndirir. Bu da oldu sensor tərbiyə ilə bağlı. Deməli, 2-3 yaşda nədən danışdıq? Manipulyativ fəaliyyətdən alət fəaliyyətdə keçid. Fərdi oyundan bircə oyuna keçid, nitqin sürətli inkişafı, özünə xidmət bacarıqlarının formalaşması, sensor inkişafın güclənməsi və mədəni davranış qaydalarının mənimsənilməsi. İndi isə baxacağıq 3-4 yaş. Artıq 3-4 yaş dövrü uşağın inkişafında mühüm bir mərhələ hesab olunur. Çünki bu yaşda uşaq artıq mən özüm edəcəm istəyini nümayiş etdirir. Məsələn, çoxlu suallar verəcək, ətraf aləmi fəal şəkildə öyrənməyə çalışır və bu yaş dövründə artıq uşaq 3 yaş böhranından sonra tədricən əşyavi fəaliyyətdən oyun fəaliyyətinə keçid baş verəcək. Və buna görə də artıq bu yaşda oyun əsas fəaliyyət növünə çevrilməyə başlayır. Və burada gəlir birinci idraki praktiki fəaliyyət. Yəni uşağın ətraf aləmi öyrənməsinə xidmət edir. Uşağın marağı inkişaf edəcək. Yeni biliklər əldə etməyə həvəslənir. Artıq uşağın düşünməsi, nitqi inkişaf edəcək. Hər şeyi bilməkdən hər şeyi öyrənmə həvəsinə keçid formalaşır. Məsələn, 3 yaşlı uşaqlar hər şeylə maraqlanır. Tez-tez soruşurlar. Bu nədir? Niyə belədir? Haradadır? Kimdir? Müəllim bu marağı dəstəkləməlidir. Məsələn, deyək ki, uşaq deyir ki, niyə yağış yağır? Müəllim izah etməlidir ki, buludlarda su damcıları toplanır və yerə düşür. Artıq uşağın idraki fəallığı artmış olacaq. Bacarıq vərdiş dairəsini genişləndirəcəm. Yəni uşaq müxtəlif əşyalardan istifadə etməyi öyrənmiş olacaq. Qaşıqdan, daraqdan, qələmdən istifadə bacarıqları. Məsələn, biz uşağa qələmi belə tutmalıyıq, kağız üzərində xətti çəkirik. Bu anlayışları öyrətməliyik. Perseptual, yəni hissi qavrama. Uşaq əşyanın rəngini, formasını, ölçüsünü, səthini fərqləndirməyə başlayacaq. Məsələn, müxtəlif rəngli toplar göstərirəm. Deyirəm hansı qırmızıdır? Hansı böyükdür?
Praktiki təhlil və tərkib, yəni əşyaları hissələrə ayıraraq öyrənirəm. Konstruktordan ev düzəltmək, məsələn, dam, divar, qapı hissələrinin uşaqlara nə olduğunu öyrədirəm. Daha sonra onları birləşdirərək bütöv ev qururam. Sonra dialoji nitqin formalaşması, yəni sadə söhbət, müəllimlə uşaq arasında söhbət. Deyirəm bu gün hara getmisən? Parka getmişəm, parkda nə etmisən? Oynamışam. Burada dialoji bir nitq inkişaf edəcək. Əşyavi fəaliyyətdən oyun fəaliyyətinə keçid. Artıq 3 yaş böhranından sonra uşaq sadəcə əşya ilə oynamaq istəmir. Həm də əşyalara rol verir ki, məsələn, kukla körpə olur, maşın sürücü olur, ayı həkimə çevrilir. Bu kimi sujetli rollu oyunların başlanğıcı formalaşır. İkinci gəlir ünsiyyət fəaliyyəti. Artıq uşaqlar dostluq etməyə başlayırlar. Məqsəd nədir? Ünsiyyət bacarığını inkişaf etdirmək, sosial münasibətlər yaratmaq və yaxud nitqi zənginləşdirməyimiz. Burada maraq üzrə ünsiyyət formalaşır. Yəni bu nə deməkdir? Müəllim uşağın marağına uyğun söhbət təşkil etməlidir. Məsələn, deyirəm ki, mövzumuz heyvanlardır. Hansı heyvanı sevirsən? Bəs yaxşı, bu heyvanı niyə sevirsən? Bu kimi suallar. Kommunikativ bacarıqlar formalaşır. Uşaq öyrənməlidir fikir bildirməyi, xahiş etməyi, salam verməyi. Məsələn, zəhmət olmasa mənə verə bilərsən, mən də oynamaq istəyirəm. Verbal və qeyri-verbal ünsiyyət. Sözlü şəkildə danışıramsa, bilin ki, bu verbaldır. Çox sağ ol, təşəkkür edirəm, əhsən. Qeyri-verbal jest mimikalarla, baxışlarla, məsələn, uşağa gülümsəmək. Bu da olacaq qeyri-verbal. Üçüncü gəlir oyun fəaliyyəti. Oyun əsas fəaliyyət növünə çevrilir artıq 3-4 yaş dövründə. Məqsəd çünki uşaqlarda təsəvvürü inkişaf etdirməkdir. Ətraf aləmi dərk etməkdir. Sosial münasibətləri uşağa öyrətməliyəm artıq mən. Həyat təcrübəsini artıq mən oyuna köçürürəm. Yəni uşaq gündəlik gördüklərini oyunda canlandırmış olacaq. Həkim oyunu. Biri həkim olacaq, biri xəstə olacaq. Oyun üçün məqsədlər qoyuram. Məsələn, uşaqlar qərara gəlir ki, bu gün mağaza oyunu oynayaq. Artıq məqsədi müəyyən edirlər. Və yaxud oyun qaydalarına əməl etmək. Müəllim sadə bir qaydalar qoyur və növbə ilə uşaqlar da oynayır, oyuncaqlarını bölüşür. Qələbə hissinin yaşadılması var burada. Yəni uşağa qalib gəlmə imkanı. Müəllim uşağa uğur hissini yaşamağa imkan yaratmalıdır. Məsələn, yarış oyunu zamanı afərin, nə gözəl, sən tapşırığı yerinə yetirdin. Təbii ki, bu uşaqda özünə inam bacarığını formalaşdırır. Gəlir əmək fəaliyyəti. Əmək fəaliyyəti daha məqsədli şəkildə olacaq. Çünki əməyə maraq yaranır, müstəqillik artır. Məsələn, böyüklərin əməyinin müşahidəsi. Uşaqlar müşahidə edir, məsələn, bağbanın işini, müəllimin işini. Müəllim deyək ki, gülləri sulayır, uşaq da izləyir, daha sonra özləri də sulamağa başlayır. Bircə əmək fəaliyyəti var burada. Oyuncaqların məsələn yığılması, kitabların düzülməsi, bitkilərin sulanması. Oyuncaq alətlərdən istifadələr var. Məsələn, oyuncaq süpürgə, oyuncaq kürək, oyuncaq qab-qacaq ilə uşaqlar işləməyi öyrənirlər. Sonra gəlir bədii fəaliyyət. Estetik tərbiyənin əsas hissəsidir, belə yadda saxlayaq. Çünki yaradıcılıq inkişaf edəcək, gözəlliyi dərk etmə, emosional hissləri zənginləşdirmə var və incəsənət nümunələri ilə tanışlıq var. Uşaqlar şəkillərə baxır, mahnıları dinləyir və şeirlər eşidirlər. Burada məsələn təsviri fəaliyyət var ki, rəsm çəkmək, aplikasiya, yapma, uşaq artıq öz fikrini rəsm vasitəsilə ifadə edir. Musiqi, mahnı oxumaq, ritmik hərəkətlər, bədii nitq fəaliyyət, məsələn, şeirlərin dinlənilməsi və söylənilməsi. Sonuncu gəlir artıq təlim fəaliyyəti. Artıq burada təlim fəaliyyəti oyun xarakterli olur. Məsələn, məqsəd nə ola bilər təlim fəaliyyətində? Biliyim artacaq. Məsələ həll etmə bacarığım inkişaf edəcək. Artıq müstəqil düşünmə bacarığım formalaşır. Əşyalarla fəaliyyət üsullarını mənimsəyirəm. Məsələn, qayçı ilə kəsmək, qələmlə çəkmək, yapışqanla yapışdırmaq. Məsələlərin həlli yolları ilə tanışlıq var. Müəllim soruşur, kubiklərdən hündürqüllə necə qura bilərik? Uşaq artıq müxtəlif yolları sınayır. Bu proses düşünmə bacarığını inkişaf etdirir.
Və yaxud təlim məsələlərin həlli üçün şərait yaratmaq. Müəllim uşaqlara suallar verəcək, müşahidələr təşkil edəcək, oyun tapşırıqları təqdim edir. Beləliklə uşaq öyrənərək nəticəyə gəlmiş olur. İndi yenə ümumiləşdirək 3-4 yaş dövrünü. Dedik ki, əşyavi fəaliyyətdən oyuna keçid baş verir. Niyə, harada, kim, nə sualları çoxalır. Dialoji nitq sürətlə inkişaf edir. Sujetli rollu oyunlar formalaşmağa başlayır. Ətraf aləmi öyrənmə marağı güclənir və böyüklərin əməyini təqlid etməyə başlayırlar. İndi isə baxacağıq 4-5 yaşa. 4-5 yaş artıq bilirik ki, böyük qrupdur və bu dövrdə uşağın təfəkkürü, nitqi, diqqəti, təxəyyülü, ünsiyyət bacarıqları sürətlə inkişaf edir. Uşaq artıq sadəcə əşyaları tanımır, onların arasındakı əlaqələri də anlamağa başlayır və oyun bu yaşda aparıcı fəaliyyət növüdür. Birinci gəlir idraki praktiki fəaliyyət. Bu fəaliyyət uşağın düşünmə, öyrənmə bacarığını inkişaf etdirir. Və məqsəd nədir? Uşaqlarda məntiqi təfəkkürü inkişaf etdirmək, müşahidə etməyi öyrətmək, nəticə çıxarma bacarıqlarını inkişaf etdiririk. Məsələn, analogiya üzrə fikir yürüt. Yəni analogiya nə idi? İki əşya və hadisə arasındakı oxşarlığı müəyyən etmək. Məsələn, deyirəm ki, quş necə uçursa, balıq necə hərəkət edir? Uşaq deyir ki, balıq üzür. Quş uçur, balıq üzür. Artıq oxşar əlaqəni, fərqli əlaqəni müəyyən etməyi başlayırlar. Təhlil etmə. Yəni təhlil nədir? Hissələrə ayırma. Ev şəkli göstərilir. Deyirəm pəncərə haradadır, qapı haradadır, damı haradadır. Artıq evin hissələrini uşaq ayırd etmiş olacaq. Müqayisə etmə bacarıqları. 2 dənə alma göstərirəm. Deyirəm uşaqlar, hansı alma böyükdür, hansı kiçikdir? Və yaxud nəticə çıxarma bacarıqları. Deyirəm, göydə qara buludlar var. Nə ola bilər? Uşaq deyəcək ki, yağış yağacaq yüksək ehtimalla. Səbəb-nəticə əlaqələri. Məsələn, deyirəm ki, niyə əllərimizi yuyuruq? Uşaq da deyir ki, təmiz olmaq üçün. Və yaxud diqqət inkişaf edəcək. Diqqət davamlılığı, cəmlənməsi inkişaf edir. Məsələn, mozaika düzəldən uşaq uzun müddət fəaliyyət üzərində işləməyə başlayır. İdrak fəallığı artacaq. Artıq araşdırma həvəsi var burada. Məsələn, deyirəm ki, bitkiyə su verməsək nə baş verəcək? Uşaq müşahidə edib nəticə çıxaracaq. Gəlir ikinci, ünsiyyət fəaliyyəti. Artıq uşaqların dostluq münasibətləri güclənir, sosial bacarıq inkişaf edir, mədəni ünsiyyət qaydaları öyrədilir və yaxud əxlaqi keyfiyyətlər formalaşır. Məsələn, ünsiyyət qaydalarına əməl etmədən danışıram. Uşaqlar öyrənir ki, kimsə danışanda söz kəsmək olmaz, sonacan dinləmək lazımdır, nəzakətli danışmalıyıq. Məsələn, dostu danışarkən uşaq gözləyir. İşgüzar fəaliyyət var. Yəni birgə fəaliyyət zamanıdır. 2 uşaq birlikdə qüllə qurur. Məsələn, deyirəm ki, sən kubiki ver, mən də düzəldim. Yaşıdları tərəfindən qəbul olunma. Yəni müəllim uşaqlara bölüşməyi, kömək etməyi, əməkdaşlıq etməyi öyrətməlidir. Ali əxlaqi hisslər formalaşdırılmalıdır. Qayğıkeşlik, dostluq, mərhəmətlik. Məsələn, yıxılan dostuna uşaq kömək edir. Üçüncü gəlir oyun fəaliyyəti. Bu yaşda oyun aparıcı fəaliyyətdir. Çünki burada sosial rolları uşaq öyrənir, yaradıcılığı inkişaf etdirir, ünsiyyət bacarıqları möhkəmlənir. Məsələn, rollu oyunlar. Uşaq müxtəlif rollar seçəcək. Həkim oyununda bir uşaq həkim olacaq, digəri xəstə. Oyun qaydalarını müəyyən etməyimiz. Uşaq özü qaydaları yarada bilər. Məsələn, deyəcək ki, əvvəl mən satıcı olum, sonra sən olarsan. Real və oyun vəziyyətlərini müqayisə etməyimiz. Mağaza oyunu keçirirəm, pul verilir, alış-veriş edilir. Uşaq artıq bunun real həyatda necə olduğunu anlamış olur. Böyüklərlə birgə oyunların təşkili. Müəllim də oyuna qoşulur və uşaqlar yeni oyun bacarıqları qazanmış olurlar. Əmək fəaliyyəti gəlir. Burada artıq uşaqlarda əməyə maraq artır. Çünki müstəqillik inkişaf edir, əməyə hörmət yaranır, yardım etmə istəyi var. Məsələn, kitabları düzmək, gülləri sulamaq, süfrə hazırlamaq. Əməyin əhəmiyyətini anlamaq var. Artıq uşaq başa düşür ki, təmizlik əmək nəticəsində yaranır. Yemək hazırlanır, bitkilərə qulluq lazımdır. Fərdi və birgə əmək var. Məsələn, fərdi oyuncaqları yığırsa, birgə də birlikdə otağı səliqəyə salır. Birgə fəaliyyət bacarıqları gəlir. Uşağın yaradıcılıq, emosional inkişafına xidmət edir. Məqsədimiz maraqları müəyyən etməkdir, yaradıcılığı inkişaf etdirməkdir, estetik hissləri formalaşdırmaqdır. Məsələn,
Uşağın marağını müəyyən etmək. Uşaq deyək ki, məsələn, müəllim müşahidə edir ki, kim rəsm çəkməyi sevir, kim musiqiyə maraq göstərir və yaxud kim konstruksiya qurur. Və yaxud bədii bacarıqların inkişafı. Rəsmdir, yapmadır, musiqidir, applikasiya bura daxildir. Estetik hissləri oyatmaq, təbiətin gözəlliyi, musiqi ahəngi, rənglərin uyğunluğunu artıq uşaq qavramağa başlayır. Və yaxud bədii obrazı anlamaq. Yəni nağıl dinləyərkən uşaq qəhrəmanın sevincini, kədərini, qorxusunu hiss edir. Bir sözlə empatiya bacarığı formalaşır. Əyani obrazlı təfəkkür və təxəyyül inkişaf edir. Buluda baxaraq bu bulud dovşana oxşayır deyərək artıq bu obrazlı təxəyyülün inkişafına aiddir. Gəlir elementar təlim fəaliyyəti, yəni sonuncu. Burada məktəbə hazırlığın ilkin əsası qoyulur. Çünki uşaq təlimə maraq yaratmaq lazımdır. Qaydalara işləməyi öyrətməliyik biz uşaqlara, idrak maraqlarını inkişaf etdirməliyik. Məsələn, məşğələ zamanı uşağı dinləyirik, söz istəyərkən əl qaldırırıq və yaxud nitqin müşayiəti ilə məsələ həll etməyimiz. Yəni uşaq tapşırığı yerinə yetirərkən danışır. Məsələn, əvvəl böyük kubika qoyuram, sonra kiçik kubiki. Artıq düşünmə inkişaf edəcək. İdrak motivləri formalaşır. Yəni uşaq artıq öyrənməkdən zövq alır. Niyə günəş parlayır? Niyə yarpaqlar tökülür? Suallara artıq maraq göstərmiş olur. İndi ümumiləşdirsək, 4-5 yaş dövrü nə oldu? Bir də xatırlayaq. Oyun aparıcı fəaliyyətdir. Analogiya, müqayisə etmə, təhlil etmə, nəticə çıxarma bacarıqları inkişaf etdi. Səbəb-nəticə əlaqələrini anlamağa başladılar. Dostluq və əməkdaşlıq münasibətləri gücləndi. Rollu oyunlar mürəkkəbləşdi. Əyani obrazlı təfəkkür, təxəyyül sürətlə inkişaf etdi və məktəbə hazırlığın, məktəb təliminə hazırlığın ilkin əsası qoyulmuş oldu. İndi isə sonuncu hissə 5-6 yaşa baxırıq. 5-6 yaş dövrü məktəbə qədər yaşdır. Bu dövrdə uşaq artıq məktəbə hazırlıq mərhələsinə daxil olur. Uşağın təfəkkürü, nitqi, yaddaşı, diqqəti, sosial münasibətləri daha da inkişaf edir. Artıq uşaq müstəqil düşünməyə, nəticə çıxarmağa, fəaliyyətlərini planlaşdırmağa başlayır. Və bu yaşda oyun aparıcı fəaliyyət olaraq qalır. Ancaq elementar təlim fəaliyyəti də əhəmiyyət qazanmış olur. Birinci gəlir idraki praktiki fəaliyyət. Artıq uşağın düşünmə, öyrənmə bacarığı inkişaf edir. İdraki bacarıqları inkişaf edir. Məntiqi təfəkkür güclənir. Uşaq məktəb təliminə hazırlanır. Sensor etalonların mənimsənilməsi var. Məsələn, burada əşyaların əsas xüsusiyyətləri haqqında formalaşan təsəvvürlər. Uşaq rəngi, formanı, ölçünü, zaman anlayışını artıq bilmiş olur. Məsələn, müəllim soruşur, hansı fiqur kvadratdır, hansı dairədir? Uşaq da bunu seçir. Müşahidə qabiliyyəti inkişaf edir. Müəllim bitkini göstərir, dünən deyir necə idi, bugün nə dəyişib? Uşaq artıq dəyişikliyi müşahidə edir. Müqayisə etmə bacarığı. 2 dənə ağac şəkli göstərirəm. Oxşar cəhət hansıdır, fərqli cəhət hansıdır? Bunu demiş olur. Ümumiləşdirmə. Məsələn, deyirəm alma, armud, heyvanın şəklini göstərirəm, sual verirəm. Bunların hamısını bir sözlə necə adlandıraram? Deyirəm meyvə. Təsnif etmə. Şəkillər verirəm, heyvan, quş, nəqliyyat vasitələri, uşaq onu qruplaşdıracaq. Və yaxud nəticə çıxarma. Deyirəm ki, hava qaralıb, buludlar çoxalıb, demək yağış yağa bilər. Yaradıcı təxəyyülü inkişaf etdirirəm. Soruşuram ki, əgər danışan ağac olsaydı, nə deyərdi? Uşaq artıq öz fantaziyasını qeyd etmiş olacaq. Daha sonra, məsələn, yaddaşın inkişafı. Görmə yaddaşı, eşitmə yaddaşı, hərəkət yaddaşı inkişaf etmiş olacaq. Məsələn, qısa şeir və nağılı yadda saxlamaq. İkinci gəlir ünsiyyət fəaliyyəti. Artıq sosial münasibətlərdə daha yetkin davranmağa başlayırlar. Məqsəd mədəni ünsiyyəti yaratmaqdır. Münaqişələri həll etməyi öyrənməkdir. Dostluq münasibətlərini inkişaf etdirməkdir. Artıq mübahisələrin qeyri-zorakılıq yolu ilə həlli. Yəni, 2 uşaq eyni oyuncağı istəyir. Müəllimlə öyrətməlidir. Danışaraq razılaşmalıyıq. Növbə gözləməliyik. Paylaşma bacarığımız. Sual vermə bacarığı. Məqsədli şəkildə sual verir uşaq. Bu necə işləyir? Niyə belə olur? Bu da idraki gücləndirəcək. Etibar və hörmət. Uşaqlara öyrədilir, başqasının fikrinə hörmət et, diqqətlə dinlə, etibarlı ol. Kollektivçilik və yaxud liderlik. Artıq qrup təşkil etmək, yəni oyunda rolları bölüşmək, qaydaları izah etmək formalaşır.
Üçüncü gəlir oyun fəaliyyəti. Artıq oyun biraz mürəkkəb xarakter alır. Çünki yaradıcılıq inkişaf edir, sosial rollar mənimsənilir, təcrübələr oyunda tətbiq edilir. Məsələn, hadisələri fərqləndirmə. Uşaq real hadisə ilə oyundakı hadisəni fərqləndirə biləcək. Uzun müddətli rollu oyunlar. Məsələn, məktəb oyunu, müəllim, uşaq, direktor rolları. Oyun bir neçə günü davam etdirilə bilər. Və yaxud oyundan zövq alma. Uşaq artıq oyunun nəticəsindən çox prosesdən həzz almağa başlayır. Dördüncü gəlir əmək fəaliyyəti. Daha məqsədyönlü olur. Çünki müstəqillik yaradacaq burada. Məsuliyyət hissi formalaşdırılacaq. Məsələn, fərdi əmək var. Oyuncaqları yığmaq, kitabları düzmək, çarpayını səliqəyə salmaq. Birgə əmək var. Bitkiləri sulamaq, qrup otağını səliqəyə salmaq. Motorikanın inkişafı var. Kiçik, böyük. Kiçik motorika rəsm və yaxud kəsim, yapışdırma, böyük motorika qaç, tullan, top oyunları, məsələn, sürüşmək, idman hərəkətləri və s. Beşinci gəlir bədii yaradıcılıq fəaliyyəti. Artıq uşağın estetik və yaradıcılıq inkişafına xidmət edir. Məqsədimiz estetik zövqü formalaşdırmaqdır, yaradıcılığı inkişaf etdirməkdir. İncəsənəti artıq dərk etməyi öyrədirik. Artıq burada bədii mədəniyyət formalaşacaq. Uşaq musiqini, rəsmi, nağılı, teatrı daha da yaxından tanıyır. Ümumi xüsusi bədii bacarıqlar formalaşır. Məsələn, rəsm çəkmək və yaxud ritm hiss etmək, kompozisiya qurmaq, rəngləri seçmək. Müqayisə fərqləndirmə var. İki rəsm göstərirəm, deyirəm hansı daha parlaqdır, hansı fərqlidir. Və yaxud empatiya, emosional qavrayış, nağıldakı qəhrəmanın hissini anlamağa başlayır. Deyirəm ki, tülkü niyə sevindi, dovşan niyə qorxdu? Yaradıcılıq münasibəti. Artıq uşaq öz ideyalarını oyunla, musiqi ilə, rəsmlə ifadə etmiş olacaq. Sonra elementar təlim fəaliyyəti gəlir. Artıq bu fəaliyyət məktəbə hazırlığın əsasını təşkil edir. Məqsəd burada təlim bacarığını formalaşdırmaq, məktəbə hazırlamaq, müstəqil öyrənməkdir. Məsələ həlli yolları ilə tanışlıq. Məsələn, deyirəm, əgər qüllə aşılırsa, necə düzəltmək olar? Tapmacanı necə həll etmək olar? Bunlar aid edilir. Bu da oldu elementar təlim fəaliyyəti. Və 5-6 yaş dövrünü ümumiləşdirsək, məktəbə hazırlıq mərhələsidir, müqayisə etmə, ümumiləşdirmə, nəticə çıxarma və yaxud yaddaşın müxtəlif növlərinin fəallaşması, münaqişələri artıq mən danışıq yolu ilə həll edirəm. Dostluq, liderlik, kollektivçilik inkişaf edir. Uzun müddətli sujetli rollu oyunlar yarandı. Müstəqil axtarıcılıq, ilkin təlim bacarıqları inkişaf etmiş oldu.